7-ci suala baxaq. Tom is English, he lives in France. İlk olaraq cümləmizin mənasına baxaq. Tom ingilisdir, o Fransada yaşayır. Düzgün bağlayıcı istəyir bizdən. Bunu tapmağımız üçün də belə cümlələrdə biz, daha doğrusu belə suallarda ikinci hissəmizə daha çox fikir veririk. Çünki ikinci hissəyə uyğun, bunun nəticəsi kimi verilmiş bir bağlayıcı istifadə edəcəyik. Baxaq variantlarımıza. If, əgər, but, amma, so, buna görə, ona görə ki, as dəyişir kontekstə görə. Məsələn, üçün kimi mənaları var. Because da bildiyimiz kimi çünki mənasındadır. Gördüyünüz kimi ən uyğun variantımız burada B variantıdır. Niyə? Görürük ki, ikinci hissə birinci hissəyə təzad olaraq verilib. Yəni deyir ki, Tom ingilisdir, amma o Fransada yaşayır. Əgər Fransın yerinə England olsaydı, siz həm so, həm də because-u istifadə edə bilərdiniz. Çünki bu birinci hissənin davamı kimi verilərdi. Amma görürük ki, ikinci hissə birinci hissəyə zid, yəni bir təzad olaraq verilib ki, Fransada yaşayır, amma o ingilisdir. 8-ci sualımız. Adjektiv mövzumuzdur. Burada adjektivin göstəricisi zəni görürük. Bu da deməkdir ki, ikinci dərəcə sifətimizdir. Baxaq. The most interesting 3-cü dərəcə sifətdir. Ən interesting adi dərəcə. The most interesting olmalıdır. İkincisi də ki, 3-cü dərəcə sifətimizdir. Interesting də adi dərəcədir. Doğru cavabımız C variantı. More interesting. The salt and the sugar on the table. Burada daha doğrusu bizdən tək və cəm olduğunu soruşur. Bunu tapmalıyıq. Normalda the salt and the sugar ayrı-ayrılıqda uncountable nounsdur və is, was bunları götürür özünü cümlədə. Were-dən işlənməz. Amma and-lə işləndiyi üçün ikisi də bir yerdə cəmləniblər. Tək doğru cavabımız da burada are olur. Baxaq 10-cu sualımıza. Passive voice istəyir bizdən. Passive voice cümləmiz The villagers had sold all the apples by this time last autumn. Baxaq mübtədamız the villagers, zamanımız had sold və tamlığımız da all the apples-dır. B və D variantlarını çıxırıq çünki mübtəda ilə işlənib. C variantımıza baxaq. All the apples are sold by this time last autumn. Tamamlığı düzgün verib, amma zaman səhvdir. Çünki burada had sold olub. Had sold da passive voice-da had been olmalıdır. Çıxırıq ona görə. E variantında by this time last autumn axırda verilməli idi. Zaman olaraq amma düzgün verilib. A variantımızda düzgün cavab. All the apples had been sold by this time last autumn. Bu arada Y variantında səhv dedim. Üzrlü sayın have been verilib. Ona görə səhvdir. Amma normal cümləmizdə had verilib. Ona görə səhv götürürük. 11. Was the printer invented by? Bu cümləyə baxan kimi siz bilməlisiniz ki, yəni invented by kəşf edilib kim tərəfindən? Yəni insan tərəfindən olar böyük ehtimal. Ona görə who olur düzgün cavabımız. Həmçinin by, why, where, when, how long bunlarla cümlənin sonunda belə işlənməz. Ona görə who'dur düzgün cavabımız. Sinonim istəyir 12-ci sualımızda. Right, left antonimlərdir. Easy, difficult, yenə də antonim. Sweet, bitter, şirin, acı. Weak, strong, zəif, güclü. A variantımızda da various, different də eyni mənadadır. Müxtəlif, bir neçə cür. 13. Pete plays tennis like a professional. Pete tennisi professional kimi oynayır. Bir də neither does Carol. Neither burada həm etmir, həmçinin Carol da etmir mənasındadır. Ona görə biri çıxırıq. Qalır D və Y variantlarımız. So does Carol. Düzdür, həmçinin Carol da edir. Carol doesn't either. Carol da etmir. Ona görə üçü də çıxırıq. Qalır Y variantımız düzgün cavabımız. It is very noisy. I hear what you're talking about. Bu hissəyə xüsusi diqqət yetirin. Çünki buna uyğun bu cümləyə nə qoyacağımızı da bildirə bilər. Bura çox səs-küylüdür. Baxaq modal verblərimizə. Had to, burada birincisi is, indiki zamanımızdadır. Ona görə verə bilmərik keçmiş zamanda. Həmçinin də məcburluq bildirir burada. Ona görə B-ni çıxırıq. Should to ilə işlənməz. I'm not able. Bu da to ilə işlənər. Able to olmalıdır. Have da to ilə işlənər. Ona görə düzgün cavabımız can't. 15-ci variant sualımız singular nouns, yəni tək isimlər istəyir. Children cəmdədir. Candy paper isə təkdədir. Çıxırıq.
I chair building. Hər üçü təkdədir. Seçirik. Düzgün cavabımız B-dir. Yenə də baxaq o biri variantlarımıza. Notebook, wind, shoes. Shoes cəmdədir. Ears, grape, iron, ears cəmdədir. Scissors, brush, pasta. Scissors cəmdədir. Düzgün cavab B. 16. The managers wants us to work quickly. Burada wants gördük və variantlara da baxan kimi görürük ki, complex object qaydamızdır. Wants da özündən sonra yalnız to ilə olan feillər istəyir. Baxaq. Did, have-dan, does-ı avtomatiksiz çıxmalısınız. Çünki əsas feilimiz deyil. Əsas feilimiz burada wants-dur. Bizdən gerund tələb edir. To ilə işlənir də dediyimiz üçün doğru variantımız D variantı. 17. Article mövzumuz. The Whites arrived in London playing yesterday. Biz bilirik ki, by bus, by train, by plane bunlar by ilə işlənir. Yalnız ona görə düzgün cavabımız budur. 18. Article. Zambezi River is fourth longest river in Africa. Bilirik ki, river, çay, göl, bunlar dəniz, bunlar Z ilə işlənər. Əzbər qaydamızdır. Ona görə Z ilə olmayanları çıxırıq. Qalır B və D variantımız. The Zambezi River fourth longest da burada S-i görürük. Bu da 3-cü dərəcə sifətin şəkilçisidir. Ona görə bu da Z ilə işlənər. B variantımız düzgün cavabımız. 19. Exclamatory sentence deyir bizə. What an interesting questions are they? Burada biz and görürük. Daha sonra burada questions cəm olduğunu görürük. Ona görə səhvdir. Tək buna görə elə. Biri çıxırıq ona görə. What an interesting question it is. Quruluş olaraq düzdür. İkini götürdük. How interesting the questions. Bu da quruluş olaraq düzdür. Cavabımız Y variantı. 4-ə də baxsaq, how interesting questions are they. Quruluşu səhvdir. Ardıcılıq səhv verilib. 20-ci sualımız zaman mövzumuzdur. Zərflərimizə baxaq. 3 years ago verib və yet görürük. Yet present perfect and 3 years ago-da past simple-ın göstəricisidir. Baxaq. Was moving olmaz. Is moving indiki zamanda deyil. 3 years ago verib. Has moved present perfect-dir. Ona görə olmur. Moved olar. A və Y variantları arasında qaldıq. Moved birinci hissəmizə qoyduq. But she, burada da dedik ki, present perfect. Present perfect olduğu üçün də Y-də ikinci tərəfimizdə doesn't learn görürük. Yəni, indiki zamandır. Ona görə olmaz. Doğru cavabımız A. 21. Burada ilk baxacağımız yer has been olacaq. Ona görə biz seçəcəyik bu dördünün arasını. Both of them yalnız cəmdə işlənər. Yəni, ya are, ya da were olar. Ona görə olmaz bir çıxırıq. A və C variantları, A, C, Y variantlarını çıxdıq. All of them də həmçinin both kimidir. Ona görə 2-ni də çıxırıq. Qalır 3 və 4-cü variantlarımız. Each və one, was, has bunlarla işlənir. Yəni təkdə işlənir. Cümlə qurmağımız 22-də. İsmimiz hansıdır? 4. Sonra modal verbimizi görürük. Can, feilimiz 1. With each other 3 gördük bir-birləri ilə. Daha sonra more daha tez zərfimizi gördük. Daha sonra da using the internet. Doğru cavabımız C variantı. Mətnimiz baxaq 23-cü sualımıza deyir hansı düzdür? Hansı düzdür? Detroit was the city where the blues first created. Detroit təkcə Detroitdə deyirdi. Deyir ki, well known olub, yəni məşhur olub, amma təkcə Detroit deyildi. Həm də Chicago var idi burada. Baxın, Chicago və Detroit well known. Ona görə A variantımıza çıxırıq. Many people moved from North America to Europe. North America, bu tərs nədir? Europe-dan North America demişdi. Baxaq, burada var idi. To work, other countries began to move to North America. Tam çəkə bilmədim indi. Bir dəqiqə. Began to move North America. Baxın budur. Daha sonra the blues appeared in the USA at the beginning of the 19th century. 19th deyildi. Birinci cümləmizdə elə verib ki, in the early
in the early 20th century. Buradaydı. The blues is a type of music developed in the USA in the early 20s. Ona görə C variantını da çıxaraq A və C getdi. Muddy Waters was the founder of the blues. Founder değil de onun musicianı, yəni ki, musiqiçilərindən biri idi. Baxın, 3-cü paragrafımızda var. The most famous blues musicians Ray Charles, B.B. King, Muddy Waters and Robert Johnson. Təsir edib. Böyük bir təsir olub, amma ki, yaradıcısı deyildi. Buna görə tək doğru cavabımız Y variantımız. African music greatly influenced the blues music. 24. Mətn nə haqdadır? The life of the workers in the USA. Bu deyildi. Musiqidən danışır mətn. The southern states of the USA. Southern deyildi birincisi. Northern'a köçən Afrikanların və başqa millətlərin musiqi necə yaratdığından danışır. O da deyil ona görə. The famous American singers. American deyildi. African Americandan danışırdı. Ona görə C də deyil. History. The history of a kind of music. Bir musiqinin tarixçəsi. Bu variantımızda. Music genres in the world. Təkcə blues müzikdən danışırdı. Axırda da bir kəlmə qeyd edib ki, başqa janrlarda yaranmağa başladı. 25. Düzgünü seçirik. African workers. Afrikan işçiləri. Composed songs for the Europeans. Bu deyil. Çünki Avropalılar üçün musiqi bəstələməyib. Onlar özləri ayrı seçkiliyə qarşı, rasizmə qarşı musiqi oxuyurdular. Ondan sonra da bunları yaratmağa başlamışdılar. Ki deyil ona görə. Burada göstərəcəm indi. Deyir ki, was created by African Americans. It's a form of self-expression and protest against racism and discrimination. Were singing songs while working. Düzdür. Üçüncünü götürürük. B variantına ona görə. 3 hardadır? Deyir ki, while working, they will sing work-related songs. Düzdür. 4. Were brought to southern states. Burada da o da düzdür. The southern states to work in North America. Bir dəqiqə. Tam göstərim yerini. Many African workers were also brought from southern states to work in North America. 26. sualımız. However, new styles of music created by moving to northern cities of Africa. Belə deyildi. Yəni ki, təkcə bir köçməklə, şimal tərəflərindən Afrikanın köçməklə yaranıb. By changing style of American music deyil. Yəni ki, təkcə Amerika musiqisi yox idi. Həm Afrikanların özünə məxsus var idi, həm də Amerika. By singing American folk songs, bu da deyildi, özlərinin idi. By supporting discrimination, supporting deyildi. Onlara qarşı çıxırdı. Bayaq dedim, discrimination'a qarşı çıxırdılar. By mixing African and European music. Hər ikisinin, dediyim kimi, hər ikisini qarışdırıb bir musiqi yaratmışdılar. Onu da indi göstərəcəm hardaydı. Baxın, so African music was combined with the folk music of Europeans and new styles of music were produced. Yəni deyir ki, Afrikan musiqisi Avropalıların folk musiqisi ilə və qarışdırılmış və öz yeni stil musiqiləri belə bəstələnmişdi də, yəni belə yaranmışdı. 27-ci sualımız. Deyir ki, a noise sözünün paragraf 3-dən sinonimini tapın. Yaxın mənalı. The most famous blues musicians. Baxaq. A noise. Burada görürük biz. They help to shape its sound. Səsini yəni. Ona görə sound sözüdür. 28. Deyir ki, birinci paragrafdan to gradually grow or become bigger, more advanced, stronger. Bunu açıqlayan bir söz. Mənası nədir? Vaxtaşırı, yəni ki, bir müddətə böyümək, daha böyük olmaq, daha inkişaf, daha güclü olmaq, bu mənaya hansı söz gəlir? Biz də görürük ki, burada develop var. Develop sözümüzdə buna uyğun gəlir. Yəni ki, inkişaf etməkdə burada yazdığı bir meaningi açıqlayan bir sözdür.
29-cu sualımızda bizə ən az 2 söz dəyişməli cümləni tamamlamağımızı deyir. The most popular blues musicians had. Cümləmiz də altından xətt elədiyim hissədədir. Had an important influence on the development of blues music. Qeydlərində qeyd edim. Burada yer qısadır deyə daha rahat baxın. Deməli, haddən davam edəcəm. Had and important'ın yerinə crucial yaza bilərsiniz. Crucial və essential. Crucial influence. Development'ın yerinə də yaza bilərsiniz ki improvement. Improvement of blues. Daha sonrası eyni də qala bilər. Blues music. Ən az 2 söz dedi. Deməli, bunları dəyişdik. Dəyişik deməli, nəyi dəyişdik? Dəyişdik important sözünü, bir də improvement sözünü. Mən ən az 2 söz dəyişim. Siz istəsəz çox da dəyişə bilərsiniz. Sonra 30-cu sualımıza keçsək. Deyir ki, öz söz fikrinizi ifadə edirsiniz. Ən azı 3 cümlə olsun deyir. What kind of music is popular in your country and why? Hansı növ musiqi daha çox populyardır sizin ölkənizdə və niyə? Məsələn, yaza bilərsiniz ki, mən belə yazmışam, indi əvvəlcədən yazdım ki, daha rahat olsun. Pop genre is the most popular genre in my country. Pop janrı mənim ölkəmdə ən məşhur janrdır. It is popular among young people. Bu gənclər arasında daha çox populyardır. Çünki həm trenddir, həm də əyləncəlidir. Entertaining sözü var burada və trendy. Many famous singers perform this type of music. Çox məşhur musiqiçi, müğənni bu növ musiqini perform edir də, yəni Azərbaycanca mənə qarşılayan performans. Yəni ki, bunu oxuyur. Belə də yaza bilərsiniz. Sing yaza bilərsiniz. Many famous singers sings this type of music or produce yaza bilərsiniz. Belə yəni. Ən azı 3 cümlə demişdik. 3 cümləli yazdım. Siz istəsəz daha çox cümlə yaza bilərsiniz. Öz fikrinizi, yəni siz sərbəstdir. Ki deyir expressing your opinion. Bir məhdudiyyət yoxdur ki 3 cümlə ilə qal. At least yazıb, yəni ən azı 3 cümlə olsun. Bu qədər.